Hər kəs salam dostlar, kanalıma xoş gəldiniz. Deməli bu günlərim sizlər üçün nömrələr silinmədən telefonunuzda necə format etmək olar, onu sizə başa salacağım. Gəlin çox danışmadan videomuza keçək və daxil oluruq ilk növbədə Play Market-ə. Play Market-in axtarış yerinə yazırıq kontaktlar. Sizdə sistem dili nədirsə də ona uyğun yazırsınız. Məsəl üçün türk dilindədirsə də türk dilində kontaktlar gördüyünüz kimi kontaktlar türk dilində olduqda rəhbər olaraq çıxacaq sizdə və bunu quraşdırırıq. Quraşdırdıqdan sonra açırıq və burada icazə veririk. İcazə verin və bütün kontaktlar gördüyünüz kimi bütün kontaktların üzərinə tıkladıqda məndə Gmail ilə bağlı 18 dənə kontaktım var, yəni nömrəm var. Belə deyim də, tutalım siz telefonunuza format vermək istəyirsiniz və sizin cihazınızda 500 dənə nömrə var. Onu durub bir qırağa yazası deyirsiniz ki, onu Gmail-ə köçürürsünüz. Bir dəqiqənin içində Gmail-ə köçürürsünüz və sonra həmən Gmail-lə hesabınıza daxil olursunuz və həmən kontaktlar geri qayıdır. Həmən Gmail-ə köçürmək üçün ilk növbədə gəlin sizə örnək olaraq göstərim. Daxil oluruq, tutalım bir dənə nömrə yazırıq. Hətta gəlin 2 dənə yazdım ki, sizə başa salmaq üçün. Yadda saxlayırsınız və ikincini olaraq yadda saxlayaq. Və yenidən daxil oluruq kontaktlara. Bütün kontaktların üzərinə vurduqda gördüyünüz ki, mənim cihaza bağlı 2 dənə nömrəm var. Onu necə köçürmək olar? Cihazın üzərinə tıklayırıq və 1, 2. Gördüyünüz kimi sizdə nə qədərsə də işarə gəlirsiniz, aşağı düşürsünüz. Sizdə də aşağı hissədə nömrələr olacaq. Və üzərinə vurduqda, bax burada sağda yuxarıda 3 nöqtə var. 3 nöqtənin üzərinə tıklayırsınız. Digər hesaba keçin. Burada yazır ki, digər hesaba keçin. Yəni bu Gmail-ə köçürmək istəyirsiniz. Sizə sual verir. Siz də köçürün üzərinə tıklayırsınız. Və gördüyünüz kimi bütün kontaktlar 18 dənə idi bayaqlarım. Və 20 dənə oldu, gördüyünüz kimi. Ümid edirəm, video sizin üçün faydalı oldu. Ən çox da telefonunuza format verənlər üçün. Mən burada videonu yekunlaşdırıram. Videomuz bu qədər. Sağ olun, özünüzə yaxşı baxın. Hələlik. Ümid edirəm, video sizin üçün faydalı oldu. Ən çox da telefonunuza format verənlər üçün. Mən burada videonu yekunlaşdırıram. Videomuz bu qədər. Sağ olun, özünüzə yaxşı baxın. Hələlik.